Bugünkü dərsimizdə riyaziyyat fənnini fiziki tərbiyə ilə inteqrasiya etdik. Şagirdlərimiz həm öyrəndilər, həm də əylənərək yarışdılar. Mövzu onluq kəsirlərin yuvarlaşdırılması idi. Dərsin əvvəlində şagirdlər komandalar şəklində qruplaşdırıldı. Hər komandaya xüsusi ad verildi və komanda liderləri seçildi. Bu isə uşaqlarda həm məsuliyyət hissini, həm də komanda ruhunu daha da gücləndirdi. Birinci yarışımız uzunluğa tullanma yarışı oldu. Şagirdlər uzunluğa tullandıqdan sonra alınan nəticələr santimetrlə ölçüldü. Ölçü vahidləri əvvəlcədən meydançada qeyd olunmuşdu. Daha sonra hər komanda öz üzvlərinin nəticələrini santimetrdən metrə çevirdi və onluq kəsirlər əldə etdilər. Əldə olunan onluq kəsirlər isə 100%-lərə, 1000%-lərə, 10%-lərə qədər yuvarlaşdırıldı. Sonda isə komandalar əldə etdikləri nəticələri diaqram formasında təqdim etdilər. İkinci yarışımız isə topların səbətə atılması ilə bağlı idi. Hər komanda səbətə düşən topların sayını hesabladı və sonda nəticələrin ədəd ortasını tapdı. Alınan nəticələr onluq kəsirdə alınırdısa, onları yenə 1000%-lərə, 100%-lərə və 10%-lərə qədər yuvarlaşdırırdılar. Bu maraqlı və dinamik dərsdə mən də şagirdlərimlə birlikdə yarışlara qoşuldum. Həm uzunluğa tullanma yarışında, həm də top atma yarışlarında onlarla birlikdə iştirak etdim. Uşaqların sevinç dolu baxışları, həyəcanı və səmimi gülüşləri dərsimizə ayrı bir rəng qatdı. Bir müəllim olaraq onların sevincini paylaşmaq, birlikdə öyrənib, birlikdə əylənmək mənim üçün ən gözəl anlardan biri oldu. Bu interaktiv dərs vasitəsilə şagirdlər həm riyazi biliklərini tətbiq etdilər, həm də fiziki fəallıq göstərdilər, həm də komanda şəklində əməkdaşlıq etməyi öyrəndilər.